isə üçüncü məsələ nümunəsinə baxaq. Demək, gördüyümüz kimi yenə bir tirimiz mövcuddur. Bu tir H nöqtəsindən sərf bərkidilmiş haldadır. G nöqtəsindən isə aşağıya doğru 90 dərəcəlik bucaq altında 0,75 metr boyunda uzadılıb. Və Y nöqtəsi sərbəst ucdur və sərbəst uc hissəsindən sağdan sola doğru 50 newtonluq qüvvə tətbiq edilib. Sistemimizin H-dan Y-yə qədər olan məsafəsi isə şərtdə verildiyi kimi 2 metrdir. Və bizdən isə yenə dayaq reaksiya qüvvələrinin qiyməti istənilir. İlk növbədə öncəki məsələ nümunələrində olduğu kimi dayaq reaksiya qüvvələrini təyin edirik. Demək, birinci qeyd edirik. Üfüqi istiqamətdə olan dayaq reaksiya qüvvəsi, buna RH deyək. Digəri isə şaquli istiqamətdə olan dayaq reaksiya qüvvəsidir. Buna da RH deyək. Və bir də üçüncü növ dayaq olduğu üçün, yəni sərf bərkidilmiş dayaq olduğu üçün H nöqtəsində bir moment mövcuddur. Bunu da sağa dəqiqələrin əks istiqamətində çəkək standart olaraq. Buna da MH deyək. Və sırat qətənliklərindən istifadə edərək bu hər üç dayaq reaksiya qüvvəsini hesablayaq. İlk həmişə olduğu kimi, həmişə olduğu qaydada sigma fx bərabərdir 0 yazaq. X istiqamətində olan qüvvələrin cəmini 0-a bərabər edək. X istiqamətində baxırıq ki, sistemimizdə 2 qüvvə mövcuddur. Bir RH dayaq reaksiya qüvvəsidir. Digəri isə 50 newtonluq xarici qüvvədir. RH görür ki, sistemə soldan sağa təsir göstərir. Soldan sağ olduğu üçün müsbət saxlayırıq. RH 50 newtonluq qüvvə isə sistemə sağdan sola tətbiq olunub. Ona görə onu mənfi ilə yazacağıq. Mənfi 50 bərabərdir 0. Və bu tənlikdən məlum olur ki, RH dayaq reaksiya qüvvəsinin qiyməti 50 newtondur. İndi isə yenə sigma F Y-i 0-a bərabər edək. Yəni, Y istiqamətində olan, şaquli istiqamətdə olan qüvvələrin cəmi 0-a bərabər olmalıdır. Baxırıq sistemimizdə, görürük sistemimizdə şaquli istiqamətdə yalnız bir qüvvə mövcuddur. O da RH Y dayaq reaksiya qüvvəsidir. Yazırıq RH Y və görürük ki, aşağıdan yuxarıya tətbiq olunub. Ona görə işarəsini dəyişmirik, müsbət saxlayırıq və nə edirik? 0-a bərabər edirik. Yəni, RH Y-in də qiyməti məlum oldu, 0 newtondur. İndi isə H nöqtəsində yaranmış momentin, mövcud olan momentin qiymətini hesablayaq. Demək, MH bərabərdir. Demək, moment nəyə bərabərdir? Qüvvə vurulsun qola. Demək, hansı nöqtəyə nəzərən baxırıqsa, həmin nöqtədən hansı qüvvələrin təsir xəttləri keçirsə, həmin qüvvələrin həmin nöqtəyə nəzərən momentləri 0-a bərabərdir. Yəni, RH və RH H nöqtəsində nəzərən yaranmış əyici momenti nədir? 0-a bərabərdir. Çünki H nöqtəsindən keçir hər ikisinin təsir xəttləri. Təsir xəttinin də nə olduğunu ötən videolarda izah etmişəm. Demək, MH bərabər olur. Bu iki dayaq reaksiya qüvvəsindən başqa sistemdə harada qüvvə varsa, həmin qüvvənin həmin nöqtəyə nəzərən qoluna hasili. Yəni, baxırıq ki, 50 newtonluq qüvvədir. Digər qüvvə yalnız yazırıq 50 vurulsun qol. Qol nə qədərdir? Həmin qüvvədən perpendikulyar istiqamətdə həmin nöqtəyə qədər olan məsafə. Qüvvəmiz görürük ki, üfüqi istiqamətdədir. O zaman bizim məsafəmiz qolumuz şaquli istiqamətdə olmalıdır. Şaquli istiqamətdədir. Gördüyümüz kimi qüvvəyə bu məsafə GY məsafəsi, o da şərtdə verib ki 0,75-dir. Və bu sual yarana bilər ki, baxır, bu məsafə H-a qədər olan məsafə deyil. Amma biz bu 50 newtonluq qüvvəni təsir xətti boyunca bura sürüşdürsək, tutaq ki, belə deyək, bura sürüşdürdük. Və bu nöqtədən H-a qədər olan məsafə isə elə buradakı 0,75-dir. O zaman demək ki,
eyni mənanı ifadə edir. Qüvvənin təsir xətti boyunca istənilən yerə köçürə bilərik. Bu bir qaydadır. Bura köçürdükdə h-a qədər də olan məsafə yenə 0.75-dir. O zaman 50-ni vururuq 0.75. Əsas məsələ işarə məsələsidir. Bəs bu qüvvə, bu sistemi saat əqrəbi istiqamətində fırlamağa çalışır, yoxsa əksinə? Bax, görürük ki, bu qüvvə, bu sistemi h nöqtəsinə nəzərən saat əqrəbi istiqamətində fırlatmağa çalışır. Demək, saat əqrəbi istiqamətində olursa nə olur? Mənfi. 50-ni də 0.75-ə vurduqda eləyir mənfi 37.5 Newton vur nə metr. Momentin vahididir. Beləliklə biz bu sistemdə h nöqtəsinə nəzərən dairə reaksiya qüvvələrinin qiymətini tapmış olduq. İndi isə sonuncu məsələ nümunəsinə baxaq. Demək, gördüyümüz kimi yenə bir ucu T nöqtəsindən sərf hərəkət edilmiş bir tirimiz var. Tir L nöqtəsindən 45 dərəcəlik bucaq altında aşağıya doğru əyilmişdir. Və BL hissəsinin uzunluğu şərtdə verilib ki 1 metrdir. TL hissəsinin uzunluğu isə 3 metrdir. Və digər məsələlərdə olduğu kimi bu məsələdə də dairə reaksiya qüvvələrinin qiyməti bizdən istənilir. Yenə ilkin olaraq biz dayaqda reaksiya qüvvələrini təyin edirik. Sonra statikanın tənliklərindən istifadə edərək onların qiymətlərini tapırıq. Demək, T nöqtəsindən görürük ki, dairə reaksiya qüvvəmiz var. Üçüncü növ dayaqdır, sərf hərəkət edilmiş dayaqdır. Buradakı reaksiya qüvvələrimiz, demək, üfüqi istiqamətdə olan bir qüvvə olacaq. RTX adlanır. Digəri şaquli qüvvə olacaq. Demək, aşağıdan yuxarıya doğru istiqamətdə və bir də sərf hərəkət edilmiş dayaq olduğu üçün bir moment olacaq. İstiqamətini də standart olaraq belə götürürük. Demək, bunun adı olacaq RTY. Bu M də olacaq MT momenti. Əyici moment də deyə bilərik. İndi isə biz statika tənliklərindən istifadə edərək bu reaksiya qüvvələrinin, dairə reaksiya qüvvələrinin qiymətini hesablayaq. Demək, birinci ilkin olaraq statikanın birinci tənliyi adətən bunu yazıram. Sigma fx bərabərdir 0. X istiqamətdə olan qüvvələrin cəmi 0-a bərabər olmalıdır. Baxırıq sistemimizə görə X istiqamətində iki qüvvəmiz mövcuddur. Biri RTX dairə reaksiya qüvvəsidir. Digəri isə 60 Newtonluq qüvvədir. Və onların cəmi də 0-a bərabər olmalıdır. RTX və 60 Newtonluq qüvvə görürük ki, sistemə, cismə soldan sağa doğru təsir göstərir. O zaman hər ikisinin işarəsi müsbət olacaq. Ona görə yazırıq RTX plus 60 Newton bərabərdir 0. Və bu tənlikdən məlum olur ki, RTX-in qiyməti mənfi 60 Newtondur. Demişik ki, əgər dairə reaksiya qüvvəsinin qiyməti mənfi alınarsa, o zaman demək onun işarəsini əksinə dəyişmək lazımdır. Yəni, burada RTX-i soldan sağa doğru çəkmişiksə, cavabı mənfi almışıqsa, deməli, əslində onun istiqaməti sağdan sola doğru imiş. Sonra ikinci statikanın tənliyini yazırıq. Sigma Fy bərabərdir 0. Baxırıq sistemimizə görə sistemimizdə şaquli istiqamətdə təsir göstərən bir qüvvə var. O da RTY dairə reaksiya qüvvəsidir. Aşağıdan yuxarı olduğu üçün müsbət olaraq qalır. Yazırıq RTY bərabərdir nəyə? 0-a. 0 Newton. Demək, RTX və RTY-in qiymətini tapmış olduq. İndi isə yaranmış moment qiymətini hesablayaq. Yazırıq. MT bərabərdir. Demək, qüvvə vurulsun qol. Bilirik ki, moment qüvvə vurulsun qola bərabərdir. Əgər biz T nöqtəsində momentin qiyməti hesablayırıqsa, o zaman T nöqtəsindən keçən qüvvələrin təsir xəttləri, həmin nöqtədən keçən qüvvələrin momenti nədir? 0-dır.
Baxırıq ki, bu nöqtədən RTX və RTY-in təsir xəttləri keçir. O zaman bu qüvvələrin bu nöqtəyə nəzərə əyici momenti nədir? 0-a bərabərdir. Ona görə bu qüvvələri nəzərə almırıq. Lakin sistemdəki digər qüvvələri nəzərə alacağıq. Baxırıq, sistemdə digər qüvvə yalnız bir dənədir. Orada 60 Newtondur. 60 Newtonluq qüvvə görür ki, sistemə üfüqi istiqamətdə təsir göstərir. Əgər qüvvə üfüqi istiqamətdədirsə, o zaman onun seçilmiş T nöqtəsinə görə əyici momentini tapmaq üçün qüvvəni həmin nöqtəyə qədər perpendikulyarın hasilinə bərabər olması üçün ona vuracağıq. Yəni MT-ni vuracağıq 60 vurulsun bu qüvvədən perpendikulyar istiqamətdə T-yə qədər olan məsafəyə. O da nə qədər olacaq? Demək, hansı məsafə olur? Bu məsafə olacaq. Qüvvəyə perpendikulyar istiqamətdə olan məsafə. Bu qüvvədir, üfüqi qüvvəyə perpendikulyar şaquli məsafə. O da nədir? Şaquli məsafədirsə, həmin elementin uzunluğunu vuracaq həmin bucağın sinusuna. Yəni 1 sinus 45 dərəcəyə. 1 vurulsun sinus 45'e vuracaq. Yəni 1 vurulsun sinus 45 dərəcəyə. Və görürük ki, bu qüvvə sistemi T nöqtəsindən saat əqrəb istiqamətinə fırlatmağa çalışır. Baxın, fırlatmağa çalışır. Əgər saat əqrəb istiqamətinə fırlatmağa çalışırsa, demişik nə olacaq? Qiyməti mənfi olmuş olacaq. 60'ı sinus 45'e vurduqda cavab edir 42.4 Newton vurulsun metr. Və bir də mənfisi var, o zaman olur mənfi. Beləliklə də momentin qiymətini tapmış olduq. Əgər momentin qiyməti mənfi çıxdırsa, deməli işarəni əksinə çevirmək lazımdır. Və görürük ki, bizim MT-miz saat əqrəbi əksi istiqamətindədir. O zaman onu dəyişib veririk saat əqrəbi istiqamətində. Öncəki məsələdə də unuttum deməyi. Demək, biz momentin qiymətini mənfi tapmışıq. Mənfi tapmışıq, o zaman sistemdə onun işarəsini əksinə dəyişməliyik. Yəni, momentin qiyməti əks işarə ilə bu formada olmuş olacaq.